tamaşaçılar, Bakı İdman Sarayından canlı yayımımız devam edir. Futsal üzrə Azərbaycan Yüksək Liqasında 2025-2026 mövsümünə yekun vuruldu. Bu mövsümün qalibi Araz Naxçıvan oldu. 20-ci çempionluğunu qeyd edəcək. Bir qədər sonra Naxçıvan klubu çox gərgin bir qarşılaşma izlədik. Bu oyuna qədər bu kollektivlər cari mövsümdə 3 dəfə qarşılaşmışlar. Bir oyunda Neftçi, bir oyunda isə Araz Naxçıvan 5-4 hesab ilə qalib gəlmişdi. Üçüncü qarşılaşma isə Neftçinin 4-2 hesablı qələbəsi ilə başa çatmışdı. Şəxsi qarşılaşmalar hesabına görə 3 gol vurmalıydı Araz Naxçıvan. 3 gol fərqlə qalib gəlməliydi və belə də oldu. 5 hesablı qələbə qazandı Araz Naxçıvan. Nəticədə 2025-2026 mövsümünü lider tamamladı, amma Neftçi də 52 xal topladı. Hər iki komandanın mövsümdə 52 xal oldu, amma şəxsi oyunlardakı üstünlüyə görə Araz Naxçıvan çempion adına yələndi. Bəli, dəyərli tamaşaçılar, artıq mükafatlandırma mərasimi başlayır. Azərbaycan Futsal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA'nın baş katibinin müavini Elçin Məmmədov mükafatları təqdim edəcəklər. Əvvəlcə qarşılaşmanın hakimləri mükafatlandırma mərasiminə dəvət edilirlər. Knyaz Əmr Aslanov, Hidayət Feyzullayev, Əli Cəbrailov, İmran Məhərrəmov diplomlarla təltif edilirlər. Həmçinin hakim inspektor Elçin Səmədliyə də diplom veriləcək. Oyunun vəkili Elçin Səmədli Fəxri Köşədərini bulunur. Bu gərgin mövsümün sonunda gülən tərəf Araz Naxçıvan oldu. Neftçi çox yaxın idi ilk çempionluğunu qeyd etməyə. Amma alınmadı. Araz Naxçıvanın tempi, onların gücü buna imkan vermədi. Və gələn mövsüm yenə də Araz Naxçıvan ölkəmizi futsal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək. Mövsümün bombardiri Neftçinin üzvü Alef Mayolor 37 gol vurdu mövsüm ərzində. Alef Mayoli gümüş mükafatçıların üzvü Alef Mayoli fəxri kürsüyə mükafatlandırılmağa çağırılır. Ona da mükafat verilir. Mövsümün bombardiri olur Alef Mayoli. Mükafat və diplomla təltif edilir. İndi isə növbə medalçılarındır. Bəli, medalçıların artıq növbəsi çatıb. 3-cü yerin sahibi Bakı Fire komandası olur. Onlar mövsümü 38 xallı 3-cü pillədə tamamladılar. Bürünc medalçılar indi mükafatlandırılırlar. Bakı Fire komandasının üzvləri onlara medalları Azərbaycan Futsal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA'nın baş katibinin müavini Elçin Məmmədov təqdim edirlər.
mükafatçılar artıq belə deyəyim, mükafatlandırıldılar. Mövsümün əvvəlindən sonuna qədər şampiyonluğuna davam etdilər. İkinci yer, gümüş mükafatçılar. Gümüş medallar təqdim olunur. Səhnənin mərkəzinə dəvət olunurlar mükafatlandırılmaq üçün. Söhbət Neftçi komandasından gedir. Onlar 52 xalla mövsümü ikinci pillədə tamamladılar. Sona qədər vuruşdular. Hətta final qarşılaşmasında desək daha düzgün olar. Yəni sonuncu turda Araz Naxçıvanla maçda fasilə öndə yollandılar. Çox ümidli idilər, çox istəkli idilər, amma alınmadı. Neftçinin heyəti Kamran Hacıyev, Marcus Vinicius Ferreira da Silva, Ferdat Akişev, Alev Sensil Mayoli, Lucas Aparecido, Dias Ramos, Ejder Ejderov, Leonildo Rodrigues da Silva, Iago Enrique Pereira de Abreu, Vahip Hocayev, Nihat İsmailov, Emil Əsənzadə, Vladislav Reznov, Gustavo Rodrigues dos Santos, Tofiq Əliyev. Uzalçılar bunlardan ibarətdir. Baş məşqçi Fuad Rzayev, köməkçi məşqçi Əli Muradov, həkim Tahir Əliyev, qapıçılar üzrə məşqçi İlqar Əbdülov, geyim meneceri Rizvan Məmmədov, komanda rəhbəri Tofiq Məmmədov. Neftçi İdman klubunun heyəti, bütün heyəti bu cürdür. Komanda ümumilikdə sadaladığım heyətdən ibarətdir. Neftçi İdman klubunun üzvlərinə gümüş medallar təqdim edildi və indi fəxri kürsüyə qızıl medalçılar, mövsümün çempionu dəvət olunur. Çempionluq sahibi 20-yə çatdıran Araz Naxçıvan fəxri kürsüyə dəvət olunur. Araz Naxçıvan futbolçuları fəxri kürsüyə dəvət olunurlar. Emin Kürdov, Alex Rezende da Silva, Alexanderson Teixeira Barbosa, Felipe Avia de Lima, Giovanni da Silva Valerio, Mirzə Əmirov, Əmir Hüseyin Rəsuli, Ülvi Əliyev, Jean Marcos Castanho Peruzzo, Rövşən Hüseynli, Ədalət Ələşbərov, Luigi Longo, Duarte Baptista, Giancarlos Pereira Costa və Elan Delon Pereira da Silva. Uzalçılar bunlardır. Baş məşqçi Evgeni Kukseviç, köməkçi məşqçi Rəcəb Fərəczadə, növbəti köməkçi məşqçi Aleksey Kudlay, həkim Fuad Səfərov, qapıçılar üzrə məşqçi Ağakərim Həsənov, komanda heyəti Fərid Ələkbərov və klubun vitse-prezidenti Mahmud Sadıqov. Çox əzimkar bir qələbə qazandı Araz Naxçıvan və onlar gələn mövsüm ölkəmizi futsal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcəklər. Baş məşqçi Evgeni Kukseviç rejissorumuz tərəfindən göstərildi. İlk hissədə çox məyus idi. Heç ümidli görünmürdü, amma ikinci hissədə komandanın göstərdiyi əzimkar oyun, əzimkar mübarizə onu da sevindirdi. Komandaya 20-ci ölkə çempionluğunu gətirdi, kubok gətirdi. Və artıq bir qədər sonra Araz Naxçıvan kuboku başı üzərinə qaldıracaq. 20-ci dəfə bu kuboku müzeyinə aparacaq.
Çempion komanda. Komandanın əsas üzvü, en təcrübəli futbolçusu Emin Kürdov. Ona da qızıl medal təqdim edilir və kapitan kuboku baş üzərinə qaldıracaq indi. Aras Naxçıvana çempionluq kuboku təqdim olunur. Təbriklər Aras Naxçıvan. Və kuboku təqdim edirlər Emin Kürdova və Araz Naxçıvan 2025-2026 mövsümü üzrə futsal üzrə Azərbaycan Yüksək Liqasının qalibidir. CBC Sport komandası adından biz Araz Naxçıvan kollektivini bu uğur münasibəti ilə 20-ci çempionluq münasibəti ilə təbrik edirik və onlara gələcək oyunlarda uğurlar arzu edirik. Kubok sevinci Araz Naxçıvan futbolçuları övladları ilə birlikdə bu sevinci yaşayırlar. Yubiley çempionluğu, 20-ci çempionluq gerçəkləşir. Və Araz Naxçıvan bu mövsümdə futsal üzrə Yüksək Liqanın, Azərbaycanın ən güclü komandası olur. Belə, değerli tamaşaçılar, artıq Bakı İdman Sarayından canlı yayımımız başa çatır. Çox gərgin, maraqlı bir mübarizəyə şahidlik etdik və bu mübarizənin yekununda Araz Naxçıvan qalib gələrək ölkə çempion oldu. Sizinlə bu maraqlı dəqiqələri, bu maraqlı anı mən Qismət Beyşov bölüşürdüm. Çox gözəl bir anlara şahidlik etdik həqiqətən. Belə dəyərli tamaşaçılar, artıq yayımımız başa çatır Bakı İdman Sarayından. Sağ olun, gələn reportajlarda görüşmək ümidi ilə.